Kandida albicans nədir? Buna el arasında pendir göbələyi, kəsmik göbələyi, sük göbələyi və s. belə şey deyirlər. Çünki elə həqiqətən pendirə, kəsmiyə oxşayan axıntı və südə oxşayan su ilə özünü göstərir və çox şiddətli qaşınması olur, ağrı verir. Eyni zamanda müalicə olunmasa uşaqlıq beyininin eroziyasına gətirib çıxarda bilir və s. Uşaqlıq yolunda olan çirk, pis qoxu, mikrob, infeksiya, qarşı cinsdən yoluxan xəstəliklər və s. varsa əgər istifadə edə biləcəyimiz bir dənə gözəl vasitə var. Hansı ki, bu kandida göbələyini aradan qaldıran klindamicin və ketokonazol molekulasıdır. İkisi bir vasitənin tərkibində var. Bu femaklin şamdır. Bunu gün ərzində bir dəfə axşam yatanda qoyub yatırsınız, 17-18 manat tapacaqlardır və bu problem bitir. Hər axşam bir dənə və müalicə müddətində, hətta müalicədən bir həftə sonra da əlaqədə olmasanız daha yaxşı olar. Videoları bəyənin, fikirlərinizi yazın və problemi olan xanımlar bir-birinə göndərsinlər. Bir də kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun, hələlik.